Haqq Səsi TV1-in QTV kanalının, Kanal 8 TV-nin izləyicilərinə qəhrəman şəhidimiz olan Rəvan İntiqamoğlu Məmmədov haqqında məlumat verəcəm. Şəhidimiz Rəvan İntiqamoğlu Məmmədov 1998-ci ildə Cəlilabad rayonunun Novruzlu kəndində anadan olub. Redaksiyamıza verilən məlumata görə Rəvan İntiqamoğlu Məmmədov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib, eyni zamanda şəxsi şücaətlərini göstərərək hərbiçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib. Füzuli istiqamətində gedən hərbi əməliyyat Rəvanın son döyüşü olub. Rəvan Məmmədov oktyabrın 10-da Füzuli rayonunun istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya ateşi nəticəsində şəhid olmuşdur. Şəhidimizin nəşi Cəlilabad rayonunun Novruzlu kəndinə gətirilərək Novruzlu kəndinin qəbirstanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev 15-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqları yerinə yetirən zaman mərdliyini və igidliyini göstərməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən qəhrəman şəhidimiz Rəvan Məmmədovu ölümündən sonra igidliyinə görə medalı ilə təltif edib. Bunu da vurğulayaq ki, şəhidimizin əmisi Məmmədov Məhərrəm şəhidimizin döyüş yoldaşı olmuşdur. Ətraflı məlumatları ailə ilə görüş keçirdiyimiz zaman bizi izləyən, kanalımızı izləyən izləyicilərimizə çatdıracağız. Allah şəhidlərimizi rəhmət etsin, məkanları cənnət olsun, məqamları ucadır. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm.